Abşeron rayonu Masazır qəsəbəsində Zəngilan şəhərciyi ərazisində yeni çəkilən yol qısa müddət sonra çöküb. Yenavaz.com xəbər verir ki, bu barədə Baku TV məlumat yayıb. Hazırda yolun bəzi hissələrində ciddi deformasiya müşahidə olunur. Çökmənin aramsız yağan yağışlarla əlaqədar olduğu bildirilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Masazırda çökən yolla bağlı açıqlama yayıb. Yenavaz.com xəbər verir ki, məlumata görə çökmə hadisəsi Xırdalan-Masazır-Novxan avtomobil yolundan ayrılaraq Zəngilan rayonundan olan qaçqın və məcburi köçkünlərin məskunlaşdığı şəhərciyə gedən yolda qeydə alınıb. Stat: Hadisə qeydə alınan kimi dərhal əraziyə agentliyin əməkdaşları cəlb olunub. Əlavə təhlükəsizlik tədbirləri görülüb və hərəkətin təhlükəsiz təşkili təmin edilib. Aparılmış ilkin araşdırmalara əsasən çökməyə səbəb kanalizasiya kollektorunda baş vermiş qəza nəticəsində suyun yol yatağını yuması olub. Baş vermiş hadisə ilə bağlı operativ tədbirlərin görülməsi və problemin aradan qaldırılması məqsədi ilə aidiyyatı quruma dərhal məlumat verilib. Hazırda ərazidə vəziyyətin tam stabilləşdirilməsi və qəzanın aradan qaldırılması üçün aidiyyatı qurum tərəfindən müvafiq addımlar atılır. Statın sonu.